Bugün biz qalxanlarımız əməliyyatımıza edirik. Yıkan başlayır. Today we are in chiropractor. Əməliyyat zamanı istifadə etdiyimiz neuromonitordur. Bizə ən çox verilən suallardan biri də budur ki, yəni zor əməliyyatlarında nəyə görə səs cihazı istifadə olunur və səs cihazının bu əməliyyatlara əhəmiyyəti nədən ibarətdir? İstərdim o haqda qısa bir məlumat verim. Bəli, bu neurodetektordur. Yəni biz qalxanvari vəzin arxa səhvinə yaxınlaşdırır və çox vaxt qalxanvari vəzin arxa səhvdən qaydan traksiyonu yaxın keçir və biz cihaz vasitəsilə müəyyən edirik. This is a detector. Now, The monitoring for during surgery, every step we try to detect the nerves. və bu baxdığımız sinirdir və siniri biz cihaz vasitəsilə təyin etdik və monitorda da onun görüntüsü qeyd olunur. We detect and monitorize. Və bizdə bu cihaz imkan verir ki, biz həmən nahiyədən uzaq olaq. Çünki o həmən nahiyədə nə qədər yaxın olsa, o zaman sinir artma, gəlmə ehtimalımız ola bilər. Amma cihazla müəyyən etdikdən sonra biz bilirik ki, sinir həmən nahiyədən keçir və o da uzaq olur. Və həmən nahiyədə, yəni sinirə yaxın nahiyədə hər hansı bir damar möhürləyici, bipolyar kimi, yəni bu kimi cihazlarda istifadə etmək olmaz.